Hə, Spirtli çıxarışlar olundu. hə. Bəs deyirsiniz içməmişik və sərxoş halda niyə avtomobil? İçmişəm, yaxşı eləmişəm. Yaxın. Siz nə vaxtınız keçirsiniz belə? Biz jurnalistik də, bizim də işimiz budur. Allah sizin işinizi ağır eləsin. Mən sizə ağır cəzalar alacağım. Yəni bu cərimə olunmaqla sizə bir belə deyək də dərs oldu mu ki, növbəti dəfə yəni Xeyr, mənə cəza zad yoxdur. Mənim dünya vecimə deyil. Mən sizə əlinizə alıb bu şturvalı gəzdirməyi arzu eləmirəm. Siz özünüzü yığışdırın, biraz yolunuza yığışın. Mən sizə nəhlət oxuyacağım. Onu da yazın, mənim sözüm. Mənim dünya vecimə deyil. Siz də əlinizə doğrudan verin. Hasakan neçə yaşınız? Mənim 67 yaşım var. Bəli. Xəlləmiş görmüşəm həyatda. Amma dəyəni Səsən görə eləyirik. hə, soxma da ağzıma. Mən xahiş elərdim məni bunu efirə verəsiniz. İşiniz gücünüz yoxdur, alınıza əlmisiniz bu de bu zadı bunu iş görürsünüz güya. Yəni Amma dövlətin üzr istəyirəm, dövlətin qanunu var da niyə o qanun? dövlətə siz əsl dövlətə ziyan vuran sizsiniz. Qanunda Xalqı var ki, sərxoş halda maşını idarə etmək. Yəni yaxşı edirəm. İşmişəm, keyfimdən gəlirəm. Belə sizi kimi adamlar mənə belə xoş gəlmir.